İstirahətə getdiyimiz evlə bağlı o qədər sual alırdım ki, düşündüm elə bu vloqu sizin üçün çəkim və paylaşım. Biz bu evi ilk dəfə mart ya aprel ayıydı. O zaman belə axtarıb tapmışdıq Instagram vasitəsilə və gedib qalmışdıq. Biz onda 3 gün qalmışdıq və havanın sərin, belə deyim, yağışlı olan bir vaxt idi. O vaxt belə mənzərəsi çox gözəl idi. Yəni sözüm ona gəlir ki, sərin vaxtlarda bir ayrı gözəldir və şəraiti həqiqətən möhtəşəmdir. Yerlər isti poluydu. Çöl nə qədər soyuq olsa da ümumiyyətlə evdə çox gözəl isti ab-hava var idi və gecə ayrı gözəl görünür, gündüz ayrı gözəl görünür. Görürsüz də evin dizaynını, hər şey möhtəşəmdir. Yəni yoxdur bu evdə. Və biz bu dəfə gedəndə isə bir gün qala bildik yoldaşımın işi ilə əlaqədar olaraq və bir də ən çox aldığım sualı cavablayım. Bu evin kirayə günlük qiyməti 120 manatdır. Son olaraq onda deyim ki, evdə hər bir şərait var. Nə istəsəniz evdə hazır vəziyyətdə sizin üçün təqdim olunub. İzlədiyiniz üçün təşəkkür edirəm.